Deməli, əziz izləyicilər, bugün mövzu nədir? Həmişə mən bütün avtomobillər haqqında bütün sürücüləri maarifləndirmişəm ki, o əlavə xərclərdən yan qaçsınlar. Məsələ nədirsə, o məsələni həll eləmək lazımdır. Məsələ bir yerdə qalıb, digər bir hissədə problem yaratmaq lazım deyil. 202 kuzalar, yəni el dili ilə deyilən çeşkalar barəsində insanları maarifləndirdim və nəticəni çox yüksək səviyyədə əldə etdik. İnsanlar artıq ay bakın arasını açım, nə bilim, neyniyim, bak dəyişim deyə bir problem yaşamırlar. Son zamanlar illər köhnəldikcə artıq W212 kuza, yəni paxlava göz, el dili ilə dediyimiz paxlava göz avtomobillərdən söhbət eləyəcəyik və dizelindən. Nədən əziyyət çəkirlərsə onu sizlə bölüşürəm. Hamı yanacaq nasosunu gördüyünüz kimi vabuzbol şəkildə alır, dəyişdirir ki, avtomobil yarı çəndə sönür. Yəni, müəyyən bir göstəricidə içində 15 litrmi, 20 litrmi qalanda avtomobilin idarə etmək mümkün olmur artıq. Gərək yenidən dizel əlavə edəsən. Və sürücü yaxınlaşır ki, Fərvuz usta, birinci nasosu da dəyişdim, problem keçmədi, ikinci nasosu da dəyişdim, problem keçmədi. Amma orada problem nasosda olmur, net olaraq. Bax, mən sizə deyirəm ki, bu nasos iki cür xarab oldu avtomobillərdə. Ya ümumiyyətcə avtomobil işə düşmür, polunu çənd eləsən işə düşmür, ya gərək açasan buna biraz o dədə-baba qaydası ilə təbə-qapaz eləyəsən ki, bu işləyə. Və yaxud da ki, diagnostika zamanı təzyiqdən şikayət edir, yəni aşağı təzyiq göstərir. Bu iki halda xarab olur. Bu nasos avtomobili yarı çəndə söndürmür, net olaraq. O, həmin avtomobilləri yarı çəndə söndürən, bunu atdım qırağa, boş-boşuna dəyişməyin. Gəl bura. Yarı çəndə söndürən, bax, həmin o bakın sol hissəsində yerləşən bu mexanizmdir. Hansı ki, bu mühərriyə gedəndir, bu da mühərrikdən qaydandır. Həmin o mühərrikdən qaydış eləyən dizel gəlir, bax, daxil olur, bax, daxil olur. Həmin bu iynəyə. Bunun adı Bernoulli qanunudur, açıb oxuya bilərlər, fizikadan anlayışı olanlar. Həmin, bax, burada təzyiq nəticəsində püskürtmə yaranır və dizeli götürür, həmin bu şlank vasitəsi ilə aparır nasosun yanına. Burada problem nə olur? Burada problem olur ki, həmin bax bu iynə, bax gördüyünüz həmin bu iynə tutulur, ağzı tutulur. Burada püskürtmə əmələ gəlmir, yanacaq da qalır sənin sol tərəfində. Net olaraq problem budur. Başqa ikinci bir detala əl vurub dəyişməyə ehtiyac yoxdur.